Vaxtınız xeyir, əziz gələcəyin tələbələri, hər birinizi xoş gördük. Bugün də söz verdiyimiz kimi Newton qanunları dərsinin izahının davamına baxacağıq. Dərs izahına keçməmişdən öncə onu qeyd edim ki, onlayn və əyani sentyabr qruplarımız üçün müraciət edə bilərsiniz. Instagram Xatimə_Məmmədova səhifəsindən yazın və suallarınızı verin, cavablayacağım sizlər üçün. İlk öncə sınaq dərslərimiz təşkil olunur. Sınaq dərsləri ödənişsizdir. Sınaq dərslərində şagird özünü sınayır ki, müəllimin dərs izahını başa düşürmü, dərsin gedişatı ilə tanış olur və ondan sonra əgər ki, razılıq əldə olunarsa, dərslərimizə davam edirik. İndi isə gəlin, baxaq, dərs izahımıza keçid edək. Bu hissəni silin. Keçən dəfə yadınıza gəlirsə, biz Newton qanunlarını keçəndə qeyd etdik ki, Newton 2-ci qanununda qeyd olunur ki, cismin hərəkət təcili A, ona təsir edən qüvvələrin əvəzləyicisi ilə düz, cismin kütləsi ilə tərs asılıdır. Mən qeyd etdim ki, əvəzləyici qüvvəni növbəti videoda, yəni elə məhz bu videoda izahını verəcəm. Və burada mən əvvəlki videoda qeyd etmişdim ki, qüvvənin vahidi Newtondur və Newtonun açılışını vermişdik. Amma qeyd etdim ki, onu əzbərləməyək, düsturdan öyrənək. Necə öyrənəcəyik? Bax, buradan əvəzləyici qüvvəni gəlin tapaq. F əvəzləyici bərabər nə olacaq? M vurulsun A-ya. M-a. Aha, qüvvənin vahidi nə idi? Newton. 1 Newton bərabərdir. Kütlənin vahidi M, vahidi olacaq nə? Kiloqram. Təcil A hərfi ilə işarə olur. Vahidi necə idi? Metr bölək saniyə kvadratı. Mən bunu düz xətli bərabər təcili hərəkət dərsində qeyd etmişdim təcilin vahidini. Gördüyümüz kimi Newton açılışını vermiş olduq. 1 Newton bərabərdir. Kiloqram vurulsun metr bölək saniyə kvadratı. Baxın, əzbərləmirik. Əvvəlki videolarda da qeyd etmişdim ki, biz vahidlərin açılışını, yəni beynəlxalq vahidlər sistemində əsas vahidlərin ifadəsini qəti şəkildə əzbərləməyək. Çünki getdikcə görəcəksiniz ki, vahid açılışları artır və buna görə də siz qarışdıra bilərsiniz. Qarışdırmamaq üçün düsturdan vahid açılışlarını öyrənməyə çalışaq. İndi baxaq, biz nəyə baxacağıq? Mən əvvəlki videoda Galilei nisbilik prinsipini qeyd etməyi unutmuşam. Galilei nisbilik prinsipində qeyd olunur ki, bir ətaət hesablama sistemindən digər ətaət hesablama sisteminə keçdikdə bu zaman qüvvə, təcil, zaman və kütlə sabitdir, yəni dəyişmir. Baxın, fikir verin, F, A, T, M. Sonuna da eyni ilə bu hərfi, A hərfini artırsam, həmən hərfi yazıram, heç bir problem yoxdur, yəni təcili. Gördüyünüz kimi nə oldu? Fatıma oldu. Yəni biz bu açar sözdə yadımızda saxlaya bilərik bu işarə ilə ki, deməli, Galilei nisbilik prinsipində qeyd olunur ki, bir ətaət hesablama sistemindən digər ətaət hesablama sisteminə keçdikdə bu zaman nə dəyişmir? Fatıma. Yəni F qüvvə, A təcil, T zaman, M kütlə nədir? Sabitdir, dəyişməzdir. Aha, buna aid də dim test toplusunda sual var. Elə birinci bölmədədir və oradan baxa bilərsiniz. T dəyişmədiyindən siz T-ni sabit götürəcəksiniz. Məsələn, bir nümunə göstərək. Bax, biz bilirik ki, yerin ozoq ətrafında fırlanma periodu nə qədərdir? 24 saatdır. Bu 24 saatdır. Kimə görə? Əlbəttə ki, mənə görə də, sənə görə də nədir? 24 saatdır. Fikir verin, gördüyünüz kimi nədir? T dəyişmədi. Aha. İndi baxaq. Gəlin artıq əvəzləyici qüvvə ilə neyniyək? Tanış olaq. Baxın, ola bilər ki, cismə bir yox, bir neçə qüvvə təsir etsin. Bu zaman biz əvəzləyici qüvvə anlayışından istifadə edirik. Yəni, cismə tətbiq olunan qüvvələrin əvəzləyicisi tapanda nə edirik? Cismə tətbiq olunan həmin o qüvvələrin həndəsi cəminə baxırıq. Yəni, burada F əvəzləyici bərabərdir F1, üstə gələk F2, üstə gəlinsin F3, üstə gələk Fn. Aha. Həndəsi cəm qeyd etdim. Niyə həndəsi cəm deyirik? Çünki biz bilirik ki, qüvvə vektorial kəmiyyətdir, eyni ilə əvəzləyici qüvvə də vektorial kəmiyyətdir və biz buna görə əvəzləyici qüvvənin həm ədədi qiymətini, həm də istiqamətini tapmalıyıq. Skalyar kəmiyyətlərdə yalnız bizə ədədi qiymət maraqlıdır, amma biz bilirik ki, vektorial kəmiyyətlərdə bizə həm ədədi qiymət, həm də istiqamət maraqlıdır. İndi biz burada xüsusi hallara baxacağıq. Birinci xüsusi halımız cismə tətbiq olunan qüvvələr eyni istiqamətli yönələrsə. Baxaq. Birinci, eyni istiqamətli. Nümunə də göstərəcəm. Baxaq. Şəkil çəkirəm. Tutaq ki, belə bir üfüqi səthdə M kütləli bir cisim yerləşib.
Bu M kütləli cismi sən gəlirsən, bax bu istiqamətdə nə edirsən? Müəyyən bir F1 qüvvəsi ilə dartırsan. Həmin o F1 qüvvəsinin qiyməti olsun, tutaq ki, 10 Newton. Digər tərəfdən də sənin sinif yoldaşın və yaxud da hazırlıq yoldaşın fərqi yoxdur. Gəlir, o da nə edir? Bax, bu istiqamətdə o da sənə kömək edir. O da həmin istiqamətdə müəyyən bir qüvvə ilə dartır. O da tutaq ki, 5 Newtondan dartsın. Aha. İndi sən buradakı əvəzləyici qüvvənin həm ədədi qiymətini, həm də istiqamətini tapmalısan. Bax, nə edir? Gəlir, o da sənə kömək edir də. Avtomatik onda siz bütövlükdə bu cismi nə qədər qüvvə ilə dartmış olursunuz? 15 Newtondan dartmış olursunuz. Eyni istiqamətli yönələndə nə edirik onda biz əvəzləyici qüvvəni tapanda toplayırıq. Aha. Deməli onda yazırıq ki, F əvəzləyici bərabərdir nəyə? F1 üstə gələk F2-yə. F1 10 Newton, F2 5 Newton. 10 üstə gələk 5 bizə neçə verəcək? 15 Newton. Bəs bu əvəzləyici qüvvənin istiqaməti hara yönələcək? Əlbəttə ki, həmin qüvvələr istiqamətində yönələcək. Yəni o da bax bu istiqamətdə olacaq. F əvəzləyici bərabərinə 15 Newton. Aha. İkinci, əks istiqamətli yöndən hala baxaq. Yenə üfüqi səthdir və bu üfüqi səthdə müəyyən bir M kütləli cisim yerləşdirmişəm. Yenə sən həmin bax bu istiqamətdə F1 qüvvəsi ilə bu cismi dartırsan sağa doğru. Amma digər yoldaşın deyir, yox, mən bu istiqamətdə dartmaq istəmirəm. Qoy bu tərəfə dartılsın, bu tərəfə dartır. O da neçə Newtondan F2 bərabər yenə 5 Newton olsun. Artıq burada nə edirik? Burada artıq əvəzləyici qüvvəni tapmaq üçün çıxırıq. Mən bunu modulda yazacağam. F əvəzləyici bərabərdir, F1 çıxılsın, F2. Deyə bilərsiniz ki, müəllim, niyə burada modulda yazırıq? Çünki əvəzləyici qüvvə heç bir zaman mənfi qiymət almır. Bəzən şagirdlər götürürlər, 10-dan 5 çıxmağa əvəzinə 5-dən 10 çıxırlar və mənfi 5 kimi götürürlər cavabı. Buna görə biz modulda yazırıq ki, şagird çaşmasın. Yəni, burada nəzərə alaq ki, əvəzləyici qüvvə həmişə nədir? Müsbətdir. Deməli, 10-dan 5 çıxan nə qalacaq? 5 Newton qalacaq. Aha, əvəzləyici qüvvənin ədədi qiymətini tapdıq, bəs istiqaməti necə yönələcək? İstiqaməti də böyük qüvvə istiqamətində yönəlir. Bax, 10 mu böyükdür, yoxsa 5 mi böyükdür? 10 böyükdür. Deməli, onda bizim əvəzləyici qüvvəmiz 10 Newton istiqamətində, yəni sağa doğru yönələcək. Və qiymətdə 5 Newton tapdıq. Eyni istiqamətli və istiqamətli məncə bizə aydındır. İndi baxaq, müəyyən bir alfa bucağı ilə gətirən halda. Burada da əzbərləməyəcək, çıxarılış ilə nə edəcəyik? Verəcəyik. Aha, silirəm buranı. Deməli, üçüncü halımız alfa bucağı ilə gətirən hal. Tutaq ki, bu F1 qüvvəndir, qüvvə vektoru. Aha, bu da F2-dir. Fikir versək, müəyyən bir alfa bucağı ilə gətirir. İndi burada mən qeyd etdim ki, cismə tətbiq olunan qüvvələrin həndəsi cəminə baxmalıyıq əvəzləyici qüvvədə. Yəni, artıq mən nə edəcəm? Vektorların toplanması qaydasından istifadə edəcəm. Vektorların toplanması qaydasında parallelogram qaydasına görə bir vektorun başlanğıcı digərinin sonuna gətirilməlidir. Fikir verin, hər ikisinin də başlanğıcı eyni yerdədir. Deməli, mən avtomatik F2-ni nə etməliyəm? Bax, bura paralel köçürdəcəm. Köçürdük? Bəli. Aha, onda mən bu hissəni belə deyək də qırıq-qırıqla göstərəcəm ki, çaşmayaq. Yəni, mən sadəcə bax, bu F1 və bu F2 hissəsindən işləyəcəm. Hələ ki, bunu belə qırıq-qırıq göstərdim ki, bunu hələ ki, nəzərə almırmış kimi qəbul edin. Aha, indi burada birinin başlanğıcı, baxın, gördüyümüz kimi, bax, F2-nin başlanğıcı nədir? Bu F1-in sonundadır. Bəli, parallelogram qaydasına görə düz etdik. İndi bəs əvəzləyici qüvvəni necə göstərəcəm? Baxın, birinin başlanğıcından digərinin sonuna nə etməliyəm? Oxumu çəkməliyəm. Onu da qırmızı ilə göstərək. Qoy, qarşılıqlı yaranmasın. Aha. Bax, bu da nə oldu bizim? Əvəzləyici qüvvəmiz. Aha, F əvəzləyicini nədir? Tapdıq. İndi mən burada bu əvəzləyici qüvvəni necə tapacağım? Kosinuslar teoremindən istifadə tapacağım. Bax, bura alfadırsa, bura nə olacaq? 180 çıxaq, nə? Alfa. Biz bilirik ki, paralelogramda, bax belə yan-yana qonşu olan, bir tərəfdə olan bucaqlar cəmi nəyə bərabərdir? 180-ə bərabərdir. Bura alfa, sonda bura nə olacaq? 180 çıxaq alfa. Kosinuslar teoremində mən qeyd etmişdim ki, axtardığımız vektorun qarşısındakı bucağı götürməliyik. Yəni, F əvəzləyicini tapmaq istəyirəm.
onda onun qarşısındakı bucağı 180 çıxaq alfanı yazmalıyam. Olacaq f əvəzləyici bərabərdir kök altında f1-in kvadratı üstə gələk f2-nin kvadratı çıxaq 2f1 f2 vurulsun kosinus nə? 180 çıxaq alfa. Qeyd etdiyim kimi nəyə axtarırsansa kosinuslar teoremində həmin o vektorun qarşısındakı bucağı götür. F əvəzləyicinin qarşısındakı bucaq nədir? 180 çıxaq alfa. Ona görə burada kosinus 180 çıxaq alfa yazıq. Bəzi şagirdlər götürür kosinus alfa olduğu kimi yazır. Olmaz, səhv cavab alacaqsınız. Və kosinuslar teoremində həmişə ortadakı çıxaqdır. Aha, indi burada kosinus 180 çıxaq alfa bizə nəyi verir? Əlbəttə ki, mənfi kosinus alfanı verir. Bunu biz riyaziyyatdan bilirik. Hansı ki, adını dəyişmir, yəni sinüs olmur, amma işarə dəyişir. Nə olur? Mənfi kosinus alfa olur. İndi onda bunun üstdən belə xətt çək. Aha, mənfi işarə dəyişəcək. Nə olacaq? Üstə gələk. Yəni onda f1-in kvadratı üstə gələk. f2-nin kvadratı üstə gəlməsin 2, f1, f2 vuraq nə? Kosinus alfa. Gördüyümüz kimi biz nə etdik artıq? Kosinuslar teoremindən əvəzləyici qüvvəni tapdıq. Niyə burada üstə gələk oldu? Bunu da izahını verdik ki, kosinus 180 çıxaq alfa mənfi kosinus alfaya bərabər olur. Mənfi işarə dəyişir və bura üstə gələyindən olur. Məsələn, nisbi sürətdə çıxaq idi. Sürətlərin toplanmasında üstə gələyi alındıq, hansı ki, kosinuslar teoremində. Bunu əvvəlki dərsdə mən izahını vermişdim. Gördüyünüz kimi heç bir çətinlik yoxdur. Əzbərləmirik və niyə üstə gələkdir, niyə çıxaqdır, hər birinin fərqini bilməliyik. Aha, burada indi xüsusi halda bucaq, alfa bucağı 90 dərəcə olarsa, bu hala baxaq. Xüsusi halda 90 dərəcə olduqda kosinus 90-da nəyə bərabərdir? 0-a bərabərdir. Kosinus 90-da 0 olduğundan onda f əvəzləyici bərabərdir. Kök altında sadəcə nə olacaq? f1-in kvadratı üstə gələk f2-nin kvadratı. Şəkildən də göstərək. Bax, tutaq ki, bu olsun f1, bu da olsun f2. Baxın, perpendikulyardır. Bu zaman buradakı biz əvəzləyici qüvvəni tapmaq istəyəndə, bax, olduğu kimi bura sürüşdür bunu. Birinin başlanğıcından digərinin sonuna oxunu çək. Bu da oldu nəyin? F əvəzləyici. Baxın, perpendikulyarlıq yarandı. Burada hipotenuzdur. Hipotenuz tapanda nə edirdik? Pifagor teoremindən istifadə edirdik. Hansı ki, f əvəzləyicinin kvadratı bərabər olacaq. F1-in kvadratı üstə gələk nəyə? F2-nin kvadratına. Və buradan da kök altına salacağıq. Əlbəttə ki, f əvəzləyicini tapmaq üçün kök altına nə olacaq? F1-in kvadratı üstə gələk F2-nin kvadratı. Aha, indi silirəm. Mən istəyirəm ki, bu əvəzləyici qüvvənin tapılmağına aid topludan bir suala baxaq və yekunlaşdıraq əvəzləyici qüvvəmizi. Deməli, bax, burada gördüyünüz 59-cu suala baxacaq. Fikir verin, qeyd olunur ki, şəkildə verilən 5 qüvvənin əvəzləyicisinin modulunu hesablayın. Baxın, şəkildə F1, F2, F3 və F4, həmçinin F5 qüvvələri göstərir. Mən qeyd etdim ki, cismə tətbiq olunan qüvvələrin həndəsi cəmi əvəzləyici qüvvəyə bərabərdir. Deməli, onda mən burada yazacağım ki, F əvəzləyici bərabərdir nəyə? F1, üstə gələk F2, üstə gələksin F3, üstə gələk F4 və üstə gələk nə? F5. Aha, bunları nə etdik? Yazdıq. İndi burada fikir vermək lazımdır. Baxın, bir-bir gedəcəyik. Fikir verin F1 və F4-ə. Baxın, F1-in sonu bizim bu F4-ümüzün başlanğıcındadır. Və bu zaman əlbəttə ki, mən F1 və F4 qüvvəsinin əvəzləyicisini aparam, birinin başlanğıcından, digərinin sonuna nə çəkərəm? Vektorumu çəkərəm. Bax, F1-in başlanğıcından F4-ün sonuna oxu çəkdik. Gördüyünüz kimi bu necədir? Elə F5 vektoruna bərabərdir. Deməli, onda F1 və F4-ün cəminin, bax burada F1 və F4-ün cəminin yerinə biz nə yaza bilərik? F5 yaza bilərik. Aha, bir dənə F5-imiz oldu. F1 və F4-dən qutardım. İndi keçirəm nəyə? F2 və F3-ə baxıram. Fikir ver, F3-ün sonu F2-nin nədir? Başlanğıcındadır. Deməli, mən nə edərəm? Birinin başlanğıcından yenə digərinin sonuna nə çəkəcəm? Ox çəkəcəm. Baxın, vektorumu çəkdim. F3-ün başlanğıcından F2-nin sonuna. Gördüyümüz kimi yenə F5-ə bərabər oldu. Deməli, onda F2 və F3 vektorunun əvəzləyicisi nəyə bərabərdir? F5-ə bərabərdir. Ona görə F2 üstə gələk F3-ün yerinə yazıram, yenə F5 yazıram. Aha, fikir verin indi, burada bir dənə də F5 qaldı axı. Bax, o F5-i də nə etmək lazımdır? Yenə yazmaq lazımdır. Üstə gələk F5. Gördüyümüz kimi neçə dənə F5 oldu? 3 dənə F5 oldu. Aha, 3
F5. Buradan da F5'in qiyməti nəyə bərabərdir? 25'ə bərabərdir. Şəkildə verilir. 3 vurulsun 25 bizə nə verəcək? 75 Newton. Y variantı doğru cavabdır. Düşünürəm ki, bu məsələnin həlli sizə aydın oldu. Belə baxanda qəliz məsələ kimi görsənir, amma gördüyünüz kimi necədir? Asan məsələdir. Qeyd etdiyimiz kimi vektorların toplanması qaydasından istifadə etdik. İndi davam edək, hansı ki, iplə bağlı cisimlərin hərəkətinə, blokdan keçirilmiş cismin hərəkətinə, bunların da izahını verək. Deməli, baxaq, birinci halda iplə bağlı cisimlərin hərəkəti. Və əlbəttə ki, bu üfüqi səthdə. Buna baxırıq biz. Topluluğa buna aid çox sual var. Qəbula da bu sual çox düşür. Ona görə neyiniyək? Diqqətli olaq. Gördüyümüz kimi üfüqi səthdə iplə bağlı cisimlərdir. Nə olub? Müəyyən bir F qüvvəsi ilə dartılır. Burada bizdən nəyə soruşulacaq? Məsələn, tutaq ki, F qüvvəsini verəcək, soruşacaq T1-i. Sonra F qüvvəsini verib T2-ni soruşa bilər və yaxud da T1 T2-ni verib F-i soruşa bilər. Heç bir problem yoxdur. Burada bu cisimlər eyni iplə gördüyümüz kimi bir-birinə bağlanmışdır və nə olub? Hər biri də eyni təcillə hərəkət edəcək. Yəni, burada təcil nədir? Sabitdir, konstant. Mən təcili necə taparım? Əlbəttə ki, bax, bu qüvvə nəyi də artırsa ona böləcəksən. T1 nəyi də artır sadəcə? M1-i. Ona görə T1 bölək M1 bərabərdir. T2 nəyi də artır? Sadəcə düşünürsünüz M2-ni? Xeyr. T2 həm M2-ni, həm də M1-i də artır. Niyə? Çünki baxın, iplə bağlı baxın. Fikir ver. Əlbəttə ki, M2-ni də artırsa, M1-dən M1 də artır. Ona görə T2 bölək, nə yazacağım? M1 üstə gələk, M2 yazıram. F bəs nəyi də artır? Sadəcə M3-ü mü? Xeyr, əlbəttə ki, həm M2-ni, həm də M1-i dartır və ona görə də mən nə etməliyəm? 3-ünü də toplamalıyam. F bölək, M1 üstə gələk, nə? M2 üstə gələk, M3 yazıram. Bunlar da niyə bir-birinə bərabərləşdirdim? Çünki nə? Təcil sabit. Hər biri eyni təcillə hərəkət edir. Məncə bu məsələ aydındır. Belə doğru dildə deyirik ki, bunlar eyni təcillə hərəkət etdiyindən nə edirsən? Qüvvəni bölürsən dartdığı kütləyə. T1 nəyə də artır? Sadəcə M1-i. T1 böl M1. T2 nəyə də artır? Həm M2-ni, həm M1-i də artır. Çünki burada nədir? İplə bağlıdır. Aha. Və ona görə də T2 nəyə bölürsən? M1 plus M2 cəminə. F nəyə də artır? Həm M1-i, həm M2-ni, həm M3-i. Çünki bir-birinə nədir? İplə bağlanmışdır. Ona görə də F-i də nəyə bölməlisən? M1 üstə gələk M2, üstə gələk M3 cəminə bölməlisən. Və bunları da nə edirsən? Bir-birinə bərabərləşdirsən. İndi gəlin topluluqda bir dənə nümunə ilə bu suala baxaq. Baxın, məsələn, 32-ci suala bir yerdə baxaq. Qeyd olunur ki, üfüqi müstəvidə qoyulmuş M, 2M və 3M kütləli 3 kub sapla bir-birinə bağlanmışdır. M kütləli kub F bərabərdir 12 Newton qüvvəsi ilə dartılır. T gəlimə qüvvəsini hesablayın. Baxaq, F nələri dartır? Fikir ver, F həm M-i, həm 2M-i, həm də 3M-i dartır. Ona görə yazacağım ki, F bölək nə? M üstə gələk 2M, üstə gələk 3M. Bu da bərabər olacaq. İndi baxaq, T nəyi dartır? T sadəcə gördüyümüz kimi, bax, bu 3M dartır. Ona görə nə olacaq? T bölək 3M-ə bərabər. İndi burada, bax, bu cəm bizə nəyi verir? M üstə gələk 2M, üstə gələk 3M. Bizə verəcək 6M. Aha, hər tərəfdən, baxın, buradan M-lər gedir. Çarpaz vuranda gördüyümüz kimi 6T bərabər olur nəyə? 3F-ə. F-in qiyməti də 12 verilmişdir. Yerinə yazsaq 3 vuraq 12 nə olacaq? 36. Buradan T-ni tapanda 36 bölək 6 bizə verəcək nə? 6 Newton. Baxaq, fikir verin, Y variantı doğru cavabdır. Bu qədər sadə. İndi bu hissəni silirəm. Keçək artıq blokdan keçirilmiş cismin hərəkətinə baxaq. Bax. Belə bir tərpənməz blok veriləcək. Düz, hələ siz bloku əsas keçəcəksiniz statikanın əsaslarında, amma burada hələ ki, belə deyək də, tərpənməz blok olduğunu bilin burada çəkdiyimin. Tutaq ki, bax, buradan müəyyən bir M1 kütləli cisim asılıb. Bu hissədən də M2 kütləli cisim asılmışdır. Özümdən qəbul edirəm ki, tutaq ki, M1 böyükdür M2-dən. Ola bilər ki, burada M2 böyükdür M1-də verilsin, heç bir problem yoxdur, indi onu da deyəcəm. Deməli, M1 böyük nədən? M2-dən. İndi biz burada bir qüvvə ilə tanış olacağıq, ağırlıq qüvvəsi, hansı ki,
Cisimlərə yer tərəfindən tətbiq olunan bir qüvvə var. Yer tərəfindən cisim cəzb edir, hansı ki ağırlıq qüvvəsi aşağıya doğru yönəlir və M2J ilə tapacağıq. MJ düsturunu. Aha, buradan da yenə M1J ilə tapmış olacağıq. İndi burada M1 kütləsi daha böyük olduğundan əlbəttə ki, nə olacaq? Bu cisim aşağıya doğru hərəkət edəcək və müəyyən bir A təcili ilə. Eyni ilə bu cisim nə olacaq? Bu cisim aşağıya enəndə digər cisim avtomatik yuxarıya doğru qalxacaq. Və ona görə burada yuxarıya doğru yazmalıyıq təcilimizi. Həmçinin bu iplərdə müəyyən bir gərilmə qüvvəsi yaranır. Gərilmə qüvvəsində biz nə hərfi ilə işarələyir? T hərfi ilə işarələyir. Gərilmə qüvvəsi cisimdən ipə doğru neyinir? Yönəlir. Baxın, indi burada gördüyünüz kimi cisimdən ipə doğru gərilmə qüvvəmi çəkdim. T-ni. Eyni ipdə yaranan gərilmə qüvvəsi eynidir. Yəni ona görə siz burada nə yazmalısınız? Eyni ilə T yazmalısınız. İndi baxaq, burada nə edəcəm? Ayrı bir sistem kimi də baxa bilərsiniz. Ayrı-ayrı M1, M2 ayrı-ayrı da baxa bilərsiniz. Və yaxud da bütöv bir sistem kimi. İndi mən burada A-nı təcili tapmaq üçün bütöv bir sistem kimi baxacağam. A-nı tapanda burada A bərabərdir. Biz bilirik ki, nədir? F əvəzləyici bölək M-dir. Dediyim kimi bütöv sistem kimi baxdığından F əvəzləyici bölək nə olacaq? M sistem olacaq. İndi burada sistemin kütləsi nəyə bərabər olur? Əlbəttə ki, onu təşkil edən cisimlərin kütlələri cəminə, yəni M1 və M2-nin cəminə bərabər olacaq. Aha. Bəs əvəzləyici qüvvə? Əvəzləyici qüvvəni tapanda biz qeyd etmişdik ki, eyni istiqamətdə olanda toplanır, əks istiqamətdə olanda çıxılır. İndi buradan şagirdlər baxanda düşünürlər ki, bunlar eyni istiqamətdə toplamaq lazımdır. Xeyr, bu belə deyil. Bax, sən ki, bunu neyinirsiniz? Açırsınız. Bax, belə. Bu formada götürüb bunu neyinirsən? Açırsan. Açanda, bax, belə bir şəkil alırsan ki. Bax, açdım. Neyinirsən? Bax, M2C deyil, olduğu kimi açdığından bu hara yönələcək artıq? Bax, bu istiqamətdə yönələcək. Sağa doğru. Aha, bu oldu M2C. İndi bunu da eyni ilə olduğu kimi açdığından, bax, bu da neyinəcək? M1C, bax, bu istiqamətdə yönələcək. Gördüyünüz kimi M1C ilə M2C necədir? Əks istiqamətlidir. Əks istiqamətli yönəlikdən neyinəcəm? Çıxacam. İndi burada M1 böyük olduğundan M2-dən artıq M1C-dən M2C-ni çıxacam. Aha, onda yazıram ki, M1C çıxılsın nə? M2C. Buradan da J-ni ortaqlıq çıxardacam. Nə qalacaq? Bax, sürətdə sadəcə M1 çıxaq M2 qalır. Bölək nə? M1 üstə gələk M2 vurulsun. Bax, bu J-ni də yazmış olduq. Gördüyümüz kimi təzimini nə etdik? Düsturunu aldıq. Normalda şagirdlər nə edir? Bunu əzbərləyirlər, elə tətbiq edirlər. Baxın, əzbərləməyin. Gördüyünüz kimi nə etdik? Aldıq. İndi baxaq, ipin gəlmə qüvvəsinin T-nin açılışına, çıxarışına. Bu hissəni siləcəm. Bax, A-nın düsturunu bir kənara qeyd edeyim. Bax, buraya yazıram. A-nın düsturunu A bərabərdir. Bayaqları aldığım M1 çıx M2 bölünsün M1 üstə gələk M2 vuraq nə? J. Qeyd etdik ki, M1 böyük nədən? M2-dən. İndi T-ni almağa çalışacağım. Nə edəcəm? Ayrılıqda baxacağım. Sadəcə buraya baxa bilərsiniz. Sanki bunu bir ayrıca bax, sanki bir parçalayırsan, belə də baxa bilərsən və yaxud da sadəcə bu hissəyə də baxa bilərsən. Hansından öyrənirsən, ondan işləyə bilərsən. İndi mən bu tərəfdən işləyəcəm. Baxın, A təcili harada yönəlir? Aşağıya doğru yönəlir. Biz bilirik ki, F əvəzləyici nəyə bərabərdir? M-aya. Aha, onda buradakı əvəzləyici qüvvəm artıq nəyə bərabər olacaq? M1 vuraq A-ya. Deməli, onda M1 vurulsun A bərabərdir. Əvəzləyici qüvvəni necə tapırdım? Eyni istiqamət yönəmsi toplayırdım, əks istiqamət yönəmsi nə edirdim? Çıxırdım. İndi bax, M1J ilə T necə yönəlir? Əks istiqamət yönəlir. Əks istiqamət yönəlindən çıxacaq. İndi hansından çıxmalıyam? T-dən M1J-ni yoxsa M1J-dən T-ni? A hansı istiqamətdə yönəlir? M1J istiqamətində yönəlir. Deməli, onda M1J-dən T-ni çıxmaq lazımdır. Aha. Buradan T-ni tapanda nə olacaq? T bərabər olacaq. M1J çıxılsın M1A-ya. Bir də belə bir hal deyim sizlərə, çox təəssüflər olsun ki, mən bu hallarla qarşılaşıram. Necə haldır? Yəni, şagird adicə bax buradan azalan, çıxılan fərq. Bundan tapa bilmir, bu T-ni tapa bilmir. Nə edin bu halda? Belə bir üsul öyrədəcəm. Çox təəssüflər olsun ki, bu üsulu öyrətmək belə utanç vericidir əslində. Niyə? Çünki şagird bunu yaza bilmirsə artıq abituriyent deyil. Yəni, o artıq 10-cu, 11-ci və yaxud da 9-cu sinifdə fərqi yoxdur. Bunu yaza bilmirsə artıq müəyyən qədər riyaziyyat bazası artıq demək ki, aşağıda zəifdir. Amma məcburuq ki, bunu izah edim. Çünki şagirdlər bilməyəndə artıq çıxarış ala bilmirlər. Bax, bunun üzərinə 10 yazıram, bunun üzərinə 5 yazıram. 10 çıxaq 5 mənə nə verir? 5 verir. Aha, bax, 5 bərabərdir, 10 çıxılsın 5. Elə bil M1J-nin yerində 10 dayanır, T-nin yerində 5 dayanır. Sən buradan T-ni necə taparsan? Yəni 5-i necə taparsan? 10-dan 5-i çıxarsan ki, sən bu 5-i tapasan. İndi 10-un yerində nə dayanmışdı? M1J. Ona görə mən M1J-dən, bax bu M1A-nı neynədim? Çıxdım. Burada dediyim kimi, yəni mən sizə lap aşağı
səviyyə olan şagirdlər üçün bunu verdim. Yoxsa normal halda, yəni şagird buradan T-ni əlbəttə ki, asanlıqla tapmalıdır. Qeyd etdiyim kimi, riyaziyyat bazası zəif olan şagirdlər bəzən bunu tapa bilmirlər. Bunu da öyrətmiş olduq. Aha, buradan mən nəyi çıxardacağım ortaq vuruq? M1-i ortaq vuruq çıxarda bilərəm. Nə qalacaq geriyə? J çıxılsın A. A-nın düsturunu bayaqlar almışdım. Gətir bura yaz. Aha, nə olur onda? M1 vurulsun, J çıxılsın A-nın yerinə. Bax, bunu olduğu kimi yazıram. M1 çıxaq, M2 bölünsün, M1 üstə gərək. M2 vurulsun, nə J. Bax, buradan da J-ni ortaq vuruq çıxardaram və o J-ni buraya mötərizənin qarşısına gətirərəm. Aha, nə olacaq onda? M1 J. Buradan J-ni ortaq vuruq çıxartdım, yerdə nə qalacaq? 1 qalacaq da. Aha, 1 çıxılsın. Burada da qalır. M1 çıxaq, M2 böləklə M1 üstə gəlinsin, M2. İndi mən bu şəkil silirəm. Geriyə qalanı buradan davam edəcəm. Buradan xət çəkək. Aha. İndi bax, burada fikir ver, ortaq məxrəsi nə olacaq? M1 üstə gərək M2 olacaq. M1 J nə olduğu kimi yaz. Ortaq məxrəsi nə oldu? M1 üstə gərək M2. Nə eləməlisən bu M1 üstə gərək M2-ni? Bu 1-ə vurmalısan və sürətə çıxartmalısan. 1-i elə M1 üstə gərək M2-yə vuranda nə olacaq elə? M1 üstə gərək M2. Sürətdə yaz. M1 üstə gərək M2. Və çıxaq nə? Bax bu. Bu çıxaqsa, belə bil, bax, bu çıxağı nə edirəm? Bunun qarşısına yazıram. Çıxaq M1. Və indi burada mənfi işarə dəyişir, nə olur? Üstə gərək. Üstə gərək nə yazacağım? M2. Mötərizəni də bağla. Bax, M1 çıx, M1. Getdi bu M1-lər. Nə qaldı? M2 üstə gərək M2. Neçə dənə M2 oldu? 2 dənə M2. Onu da yazacağım ki, 2-ni qabağa verirəm. Bax burada. M1, M2 bölək M1 üstə gərək M2. Bu J-də nə edirəm? Bax burada yazıram. Bu da oldu nəyin düsturu? T-nin, ipin gərilmə qüvvəsinin düsturu olmuş oldu. T bərabərdir. Aha, bax, təcilin düsturunu bayaqlar aldım. T-nin düsturunu da indi aldıq. Gördüyümüz kimi burada əzbərləməsi bir şey yoxdur. Nə edirik? Biz burada düsturları almış oluruq. Bu blokdan keçirilmiş cisimlərdə həmin halda orada blokun kütləsi və sonra sürtünmə qüvvəsi və s. nəzərə alınmış. Aha, indi buranı silirəm. Digər hala baxaq. İstəyirsiniz buna aid bir dənə topludan sual izah edim. Ondan sonra keçək. Gördüyünüz sual. Aha. Qeyd olunur ki, tərpənməz blokdan keçirilmiş, uzanmayan və çəkisi nəzərə alınmayan ipdən şəkildəki yüklər asılmışdır. Sistemin təcilini hesablayın. Blokun oxunda sürtünmə qüvvəsi və blokun kütləsi nəzərə alınmır. Bizdən A-nı soruşur. Aha, bayaqlar A-nın düsturunu vermişdik ki, A bərabərdir. M2 çıxaq M1 böləklə M1 üstə gərək M2 vuraq nə J-yə. Bayaqkında M1 çıxaq M2 yazmışdım mən. Deyirsiniz niyə burada dəyişdi? Qeyd etdiyim kimi bu məsələn M2 kütləsi M1-dən böyüksə də onda yuxarıda M2 çıxaq M1 yazılır. Amma M1 daha böyüksə də M2-dən onda M1 çıxaq M2 yazılır. Heç bir problem yoxdur. İndi baxın. Bax, bu tərəfdə neçə dənə M asılır? 4 dənə M. Ona yazıram buraya nə? 4 M. Aha, digər tərəfdə neçə dənə M asılır? 2 dənə M. Ona görə bu hissəyə yazıram 2 M. İndi 4 M əlbəttə ki 2 M-dən çoxdur. Ona görə 4 M-dən 2 M-i çıxacaq sürətdə. Onu da buraya yazsaq, A bərabər olacaq. 4 M çıxaq 2 M bölək cəm olur. M1 üstə gərək M2. 4 M üstə gərək 2 M bizə nə verir? 6 M. Vuraq J. 4 M-dən 2 M-i çıxanda qalırım. Bax burada sürətdə nə qalır? 2 M qalır. Aha. Burada gördüyümüz kimi M-lər ixtisar gedir. 2 və altında aparım ixtisar. Sürətdə 1, məxrəcdə qaldı 3. Nə qaldı? J bölək 3. Aha, baxaq. Y variantı doğru cavabdır. Mən indi istəyirəm, burada 7-ci sual da var. Həmin o suala da baxaq və bu hissəni bitirək. Aha. Bu hissəni silirəm. Gəlin indi 7-ci sualımıza baxaq. Qeyd olunur ki, ipin F gərilmə qüvvəsinin 12 Newton olduğunu bilərək, F-in qiyməti verildi 12-dir. İpin T gərilmə qüvvəsini hesablayın, cavabı Newtonla ifadə edin, blokun oxunda sürtünmə qüvvəsi nəzərə alınmır. Bax, bu tipli məsələdə də bayaqlar istifadə etdiyim, o hansı ki ip dartır deyə qeyd etdim, ip dartır və onu dartdığı kütlələrin cəminə bölür. Amma burada bir məsələ var. Bu üfüqi səth deyil, fikir versək. Burada biz qüvvələri bir tərəfə yığmalıyıq. Bax, fikir ver, gördüyümüz kimi T digər tərəfdə qalır, sol tərəfdə. F də hansı tərəfdə qalır? Sağ tərəfdə qalır. Mən eyni tərəfə yığmalıyım. Bax, tutaq ki, bu T ilə eyni tərəfdə olan və buradakı gərilmə qüvvəsini göstərirəm. Bax, bu T1-i göstərirəm. Mən indi buradan T1-i tapa bilərəm. Necə tapacağım? Bax, eyni ipdə yaranan gərilmə qüvvəsi eyni daxa. Eyni ilə bax, bu hissəyə də nə yaza bilərəm?
T1 yaza bilərəm. F-in qiyməti verilib də 12. Bax, indi F nəyi də artır? Sadəcə M-i də artır. Ona görə yazacağım ki, F bölək M bərabərdir. T1 bölək T1 nəyi də artır? 2 dənə M-i də artır. Gördüyünüz kimi nədir? İplə bağlıdır. Ona görə T1 bölək 2M yazıram. Hər tərəfdən M-lər gedir ixtisara. Çarpaz vuranda buradan T1 bərabər olur nəyə? 2F-ə. F-in qiyməti 12 Newton verilmişdi. 2 vuraq 12-ni isə verir 24. Aha, deməli sən T1-ə nə tapdın? 24 tapdın. Eyni də sağa da 24 yaz, bax bu T1-ə sola da 24 yaz. İndi artıq T1 və buradakı T-yə baxa bilərsən. Çünki ikisi də nədir? Eyni tərəfdədir. Aha, T1-in 24. İndi bax buradakı T1 neçəni də artır? 3 dənə M-i də artır. Ona görə nə yazacaqsan artıq? T1 bölünsün 3M bərabərdir. Baxaq T neçəsini də artır. Gördüyümüz kimi T artıq 2 dənə M-i də artır. 2M yazacaq. Ona görə T bölək 2M-ə bərabər götürürəm. Buradan M-lər ixtisar gedir. Gördüyümüz kimi çarpaz vuranda 2T1 bərabər olur nəyə? 3T-yə. T1-in qiymətini necə tapdıq bayaqları? 24. Aha, onu da yerinə yazıram. 2 vurulsun. 24 bərabərdir 3T-yə. Buradan T-ni tapanda 2'yi 24'e vuranda 48. 48 3'e böl olacaq nə? 16 Newton. Gördüyümüz kimi T-ni də nə etdik? Tapdıq. Burada qeyd etdiyim kimi bir tərəfə yığmaq lazımdır. Şagirdlər bəzən nə edirlər? Götürürlər məsələn F sadəcə M-i də artır deyə F-i M-ə böldülər. Bərabər götürürlər T nəyi də artır? 2M-i. Bərabər götürürlər T bölək 2M-ə. Olmaz. Bir tərəfə yığmaq lazımdır. Hansı ki o üfüqi səthdə bəli, normal halda baxdıq ki, qüvvə hansını da artırsa həmin kütlələrin cəminə bölünür. Əlbəttə ki, bu orada düzdür, üfüqi səth. Amma burada blokdan keçirilmiş cisimlərdə qeyd etdiyim kimi qüvvələri bir tərəfə yığmaq lazımdır. Biri sağda, biri solda olanda həmin asılığı vermək düzgün deyil. Aha, indi burada bu hissəmiz bitdi. Gəlin dərsimizin izahının davamına davam edirik. İndi isə baxırıq nəyə? Burada toxunan cisimlərin hərəkətinə baxırıq. Bu məsələdə çox düşür. Baxın, fikir verin, F nəyi itəlir, belə deyək də. Həm M1-i, həm M2-ni, həm M3-ü itəlir. İndi buradan sizdən nəyi soruşacaq? Soruşacaq ki, birinci cismin ikinciyə təsir qüvvəsini tap və yaxud da ikinci cismin birinciyə təsir qüvvəsini tap və ya ikincinin üçüncüyə təsir qüvvəsini və üçüncünün ikinciyə təsir qüvvəsini tap. Burada dediyim qaydada etsəniz sizin üçün rahat, asan olacaq. Ayrı-ayrı da baxa bilərik cisimlərə. Orada biraz çətin olur. O məsələni də deyəcəm, narahat olmayın. İndi bax, birinci cismin ikinci cismə təsir qüvvəsi necə olacaq? Əlbəttə ki, hansı istiqamət dönəcək? Bax, bu istiqamətdə. Birincinin ikinciyə təsir qüvvəsi. Buna nə deyirəm? F1, 2. Birincinin ikinciyə təsir qüvvəsi. Eyni ilə ikincinin birinciyə təsir qüvvəsi hansı istiqamətdə dönəcək? Bax, bu istiqamətdə yönəlir. Buna da F2, 1 deyirəm. Əlbəttə ki, Newton 3-cü qanununa görə qarşılıqlı təsir qüvvələri bir-birinə nə olmalıdır? Qiymətcə bərabər. Deməli, burada onda F2, 1 bərabər nəyə? F1, 2-yə. Aha. Eyni ilə indi baxıram 2 və 3-ə. İkinci cismin üçüncüyə təsir qüvvəsi bax burada olacaq. Bu istiqamətdə F2, 3 yazıram. Üçüncünün ikinciyə təsir qüvvəsi isə bax bu istiqamətdə olacaq. Buna nə deyirəm? F3, 2 deyirəm. Yenə qarşılıqlı təsir qüvvələri bir-birinə nə olacaq? Bərabər olacaq. Yəni F2, 3 bərabərdir. F3, 2 yazıram. İndi burada birincinin ikinciyə qarşılıqlı təsir qüvvəsini tapa bilərsən və yaxud da 2-nin 1-ə. İndi bax bunu nə edə bilərsən? Bir halda necə baxa bilərsən? Bax. Bu hissədə gördüyüm kimi ikincinin birinciyə nəzərən təsir qüvvəsi F2, F1, 2-yə bərabər. Məsələn, ayrıca M1-ə ayrı baxa bilərsən ki, M1-ə tətbiq olunan qüvvələrə baxarsan. Necə baxarsan? Bax, təsir hansı istiqamətdə yönələcək? Əlbəttə ki, bax bu istiqamətdə. Çünki bu istiqamətdə nə edirəm? Cisimləri itələyirəm. Aha, mən buradan indi M-A-nı tapa bilərəm. Yəni, M1A bərabər olacaq. Baxın, F2, 1 ilə F necə yönəlir? Əks istiqamət yönəlir. Mən neyəcəm? Çıxacam. Hansından çıxacam? F-dən F2, 1-i çıxacam. Yəni, F çıxılsın, nə olacaq? F2, 1. Bax, bu şəkildə mən buradan artıq F2, 1-i tapa bilərəm. F2, 1 bərabər olacaq. F çıxılsın nəyə? M1, A-ya. F-nici taparsan, əlbəttə ki, F gör nələri də artır? M1, M2 və M3-ü də artır. Onda burada F bərabər olacaq. M1 üstə gələk M2, üstə gəlinsin M3, vuraq nəyə? A-ya. Aha, indi buradan F-in yerinə bax bu ifadəni gətirib yerinə yaza bilərik. Yazsa, onda nə olur? M1 üstə gəl M2, üstə gəlinsin M3, vuraq A, çıxaq nə? M1 vurulsun A-ya. İndi buradan da A-nın ortaq vuruş kimi çıxartsaq, harada yazaq bunu? Buradan. Aha, bax bu hissəni silək yuxarıya. Aha, buradan A-nın ortaq vuruş çıxardanda bərabərdir. Aha.
A-nı ortaq vurub çıxardım. Nə qalır? Gördüyümüz kimi M1 üstə gərək M2 üstə gərək M3 çıxaq nə? M1. M1 üstə gəlinsin. M2 üstə gərək M3 çıxaq nə? M1. Aha, M1'lər. Bax, gördüyünüz kimi M1 çıxanda nə olur? 0. Yerdə nə qalacaq? M2 üstə gərək M3 vuraq nə? A. İndi mən nə edəcəm? Bax, burada dedim ki, F bərabər M1 üstə gərək M2 üstə gəlsin, M3 vurulsun A. İndi burada, baxın, F bölək, nəyi tapacam? Buradan A-nı tapanda nə olur? F bölünsün, M1 üstə gərək, M2 üstə gərək M3. Bunlar da əlbəttə ki, üçü də eyni tərzdə hərəkət edir axı. İndi mən burada nəyi tapdım? Bax, F2 bərabər nə aldım? Gördüyünüz bu ifadəni aldım. Onda F2 1-i nəyə bölərəm? Bax, buna bölərəm ki, A-nı tapım. M2 üstə gərək M3-ə. Buradan da A bərabər. Gördüyümüz kimi nə etdim? Bax, fikir verin. Həmin bu qüvvəni F qüvvəsinə, itələdiyi qüvvələrin cəminə böldüm. Eynilə burada F2 1-i tapmaq üçün, tapanda nə etdim? M2 üstə gərək M3-ü vurdum A-ya. Lap gözəl, əla. İndi burada nə edim? F2 1-i böldüm nəyə? M2 üstə gərək M3-ə. Buna başqa bir şəkildə də baxa bilərik. Bax, məsələn, F2 1 nəyə bərabərdir qeyd etdim? F1 2-yə bərabərdir qeyd etdim. Niyə? Çünki qarşılıqlı təsir qüvvələri bir-birinə bərabər. Yəni, mən burada bunun yerinə F1 2 də yaza bilərəm. İndi bax, fikir ver. F nəyi itələyirdi? M1-i, M2-ni, M3-ü. Böldüm itələdiyi kütlələrin cəminə. F1 2 nəyi itələyirdi? Bax, həm M2-ni, həm M3-ü bir-birinə bitişikdə axı. Deməli, nəyə böldüm? M2 və M3-ün cəminə böldüm. Onda mən burada belə bir qayda çıxardacağım. Bu hissəni tamamilə silirəm. Gəlin baxaq. Eynilə bax, burada F2 3-ü, F3 2-ni də tapa bilərik. Həmin qaydada. Necə ki, F2 1-i tapdım, F1 2-ni də həmin qayda tapmışdıq. Aha, eynilə o qayda tapa bilərik. Bu qaydada əslində bir qədər qarışdırıcıdır. Niyə? Çünki sən burada çox qüvvə ilə işləyirsən. Məsələn, M1-i də baxanda, sadəcə M1 ayrı baxanda həm F2-1-i, həm F-i nəzərə aldım və s. Bunlar biraz qarışdırıcıdır. Mən sizə belə deyək də, qarışmamaq üçün beyninizdə həmin yolu göstərəcəm. Burada nə dedik? F1 2-dir. Aha. Bu da oldu F3 2. Burada mən qarışmamaq üçün nə edəcəm? Bax, F hansı istiqamətdir? Bu istiqamətdir. Gözəl, əla. F-dən eyni istiqamətdə olanları saxla, qalanları sil. Niyə siləcəm? İndi onun izahını verəcəm. Bax, bunlarla işin yoxdur. Zaten mən onsuz da dedim ki, qeyd etdim ki, ikincinin birinciyə təsir qüvvəsi ilə birincinin ikinciyə təsir qüvvəsinə bərabərdir. Yəni onu yazmıram. Sadəcə mən nəzərə alacağım, ədədi qiymətini, bir istiqamətini bilsəm kifayət. Bax, bunu da silirəm. Sadəcə, bax, F-dən eyni istiqamətdə olanları nədir? Saxladım. Bu da M2 kütləsi. İndi nə edirəm? F hansılar itələyir? M1-i, M2-ni, M3-ü. F-i bölürəm. M1 üstə gərək M2 üstə gərək nəyə? M3-ə. Bərabər götürürəm. F1 2, yəni birincinin ikinciyə təsir qüvvəsi nələri itələyir? Bax, həm M2-ni, həm M3-ü itələyir. Bunlar görə bitişik taxa. Ona görə bölürəm. F1 2-ni bölürəm. M2 üstə gərək nəyə? M3-ə. F2 3 sadəcə nə itələyir? Gördüyümüz kimi sadəcə M3 itələyir. Bunu da bərabər götürürəm. F2 3 bölək nəyə? M3-ə. Bax, fikir ver. Bayaqları o üfüqü səthdə olan məsələdə, yəni bax, burada tutaq ki, M kütləsi idi. Aha, eyni iplə bağlı idi. Burada tutaq ki, M1, burada M2, burada nə idi? M3-dür. Müəyyən bir F qüvvəsindən dartıram. Tutaq ki, bu ipdəki gəlmə qüvvəsini T1-ə tapıram. Nə etdim? F-i böldüm dartdığı kütlələrin cəminə. Yəni, F bölək M1 üstə gərək M2 üstə gərək M3. Bərabər götürdüm nəyə? T1 bölək. T1 nəyə dartır sadəcə? M1-i. Bax, nə etdim? Bax, bu üfüqü səthdə, bu dartma məsələsində. Qüvvəni böldüm dartdığı kütlələrin cəminə. Niyə? Çünki eyni təcillə hərəkət edir burada hamısı. A bərabər nədir? Konstant, sabit. Burada da eyni təcillə hərəkət edir axı. Mən indi burada nə edirəm? Burada artıq itələdiyi kütlələrin cəminə bölürəm. Burada dartdığına böldüm, burada nədir? İtələdiyinə böldüm. Bax, məsələn, F nələri itələdi? M1, M2, M3-ü. Topladım, M1, M2, M3. F-i böldüm. Eyni ilə, bax, burada F1, 2, yəni birincinin ikinciyə təsir qüvvəsi nələri itələyir? M2 və M3-ü. M2 və M3-ün cəminə böldüm. Burada da, bax, F2, 3, ikincinin üçüncüyə təsir qüvvəsi nəyə bərabərdir? M3-ə böldüm, çünki sadəcə nə edir? M3-ü itəlir. Burada dartdığına baxıram, burada itələdiyinə baxıram. İndi deyərsiniz ki, bəs müəllim, ikincinin birinciyə təsir qüvvəsi necə olacaq? Onu bayaq kimi də qeyd etdim ki, mən qarşılıqlı təsir qüvvələri bir-birinə nədir? Bərabərdir. Bunu qeyd etdim mən.
Aha, yəni buradakı F1-2 artıq bərabər olacaq nəyə? İkincinin birinciyə təsir qüvvəsinə. F2-1-ə. Yəni sən burada F1-2 yazdığın kimi F2-1 də yaza bilərsən. Burada ikincinin üçüncüyə təsir qüvvəsi də eyni ilə üçüncünün ikinciyə təsir qüvvəsinə bərabərdir. Qiymətcə bərabər. Amma istiqamət nədir? Eyni ilə sən burada nə yaza bilərsən? F3-2 yaza bilərsən. Gördüyünüz kimi nədir? Asan. Bayaqki birinci səfər dediyim qaydada bir qədər uzun gedir. Məsələn, sadəcə M1-ə ayrı baxanda bir qədər uzun gedir. Sən burada 2 dənə qüvvəni nəzərə almalısın. Həm F-i, həm F2-1-i və s. Bunları nəzərə almalısın. Bu dediyim qaydada eyni təcrüblə hərəkət etdiyindən bölünəyə itələdiyi kütlələrin cəmini. Amma burada nəyə baxmaq lazımdır? Bəzən uşaq götürür, F2-1-i götürür. Bu itələdiyi kütləyə baxır, belə baxır, yox. F-dən eyni istiqamətdə olan qüvvələri götür. Yəni, bax, bu F1-2-ni, F2-3-ü götür. Bunu sanki nəzərə alma, bax, bu istiqamətdə olanlar sanki nəzərə alma. Ən sonda nəzərə alarsan, yəni bu F1-2-nin yerinə F2-1 də yaza bilərsən, F2-3-ün yerinə F3-2 də yaza bilərsən. Bu qədər sadə. Düşünürəm ki, məncə izah aydın oldu. Və beləliklə artıq nə etdik? Yekunlaşdırdıq. Newton qanunlarına aid düşünürəm ki, bütün hissələrə toxundum, topulda verilən. Bu suala aid topulda elə bilirdim sual var, səndə topulda sual yox imiş. Olsun, əgər ki düşsə siz nə edə bilərsiniz, yaza bilərsiniz, heç bir problem yoxdur. Aha. Deməli, biz baxdıq, gördüyümüz kimi Newton qanunlarına aid olan bütün məsələlərə və s. nümunələrlə bir yerdə izah etdim. Ümid edirəm ki, sizin üçün izah aydın oldu. Əgər ki, bu izahdan yararlandınızsa da, faydalı oldusa da, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın əməyə qarşılıq olaraqdan və həmçinin əgər ki, digər dostlarınızla da paylaşmaq istəyirsinizsə də, onların da bu məsələlərdə əgər çətinliyi varsa da, onlarla da paylaşın ki, onlar da gözəl nəticə yığa bilsinlər, öyrənə bilsinlər. Həmçinin onlayn dərslərimiz haqqında qeyd etdiyim kimi məlumat əldə etmək üçün Instagram Xatimə_Məmmədova səhifəsinə yazıb məlumat əldə edə bilərsiniz. Digər dərs izahlarında görüşənədək özünüzə yaxşı baxın, sağ olun.